بسم الله الرحمن الرحیم. چشم. بسم الله الرحمن الرحیم. Mehriban və bağışlayan Allahın adıyla və yadıyla salam deyirəm sizin kimin əziz, hörmətli, fazil xanımlara ki, cəmdə huzuruyuz vardır. Biz hər şeydən əvvəl milli irfanımızı başlamamışdan öncə lazımdır ki, bu hadisələri ki, Türkiyədə və Suriyədə ittifaq düşdüyü onları təsliyyət deyək, ölənlərin yerləri cənnət olsun, qalanlara səbr arzu eləyək, yaralılara Allahdan, Tanrıdan şəfa istəyək. Vaqəən, yəni bir fəlakətli bir vəziyyət idi ki, bu hadisə orada ittifaq düşdü. Bəli, bu hadisələr hər halda hər kimin dalısıca gələ bilər də. Buna görə bizlər də gərək özümüzü bunlara neyək, amadə eləyək və hazırlığımız olsun. Xoşuram ki, bu cələsəni neçə beyt elə bu xüsusda İmaduddin Nəsimidən başlayam. Deyir ki, dərd و fəraqə düşdü can, ah و fəqan içindədir. Sən bu əzab و atəşi gör ki, bu can içindədir. Şovqə buraxma könlümü, çün sana roşən oldu kim, necə qəm ilə, hüzn ilə, dərd و nəhan içindədir. Oldu Nəsimi ey qəmər, hüsnünə fitnə neyləsin, fitnəyi axirüzzəman, çün bu zaman içindədir. Vaqəən, yəni bir dənə fitnəyi axirüzzəman idi ki, belə bir hadisə ittifaq düşdü. Əzizlər, biz milli irfanımızdan danışırıq sizə. Milli irfanımız o zaman ki, biz bir istilaha milli ad qoyuruq, yəni bu bizdən ötərdir, bizə racidir, bizə aiddir. Milli irfan, yəni türk müsəlmanların milli irfanı. Yəni bu irfan fərqlidir, qərb dünyasından çıxan irfandan, ya şubi, farsi, hindi, məcusi dünyasından çıxan irfanla fərqlidir. Milli irfan ki, türk müsəlmanların içindədir, bu milli irfan bir dənə irfan-ı toplumsəldir. Yəni, zahidanə gedə otura bir xəlvət yerdə özünü təxdiri şeylərlə məşğul eləyə, belə bir irfan türk müsəlmanların içində yoxdur. İrfanı ki, türk müsəlmanların içində var, bir dənə irfan-ı inqilabi və toplumsəl, ya ictimai bir irfandır. Yəni, camiənin, toplumun içindədir, mu'təriz və muntəqid və üsyanlı bir dənə irfandır. Bu irfanın başçılarından istəsək, tarix boyu biz ad aparaq, Şah İsmail Xətai bir dənə bu irfanın başçılarındandır. Bir əlində qılıçdır, bir əlində sazdır, ağzında da sözdür. Yəni, həm söz, həm saz, həm qılınc, bunlar bu irfanı, milli irfanı neynirlər, düzəldirlər. O əsasda Mevlana və Şəms-i Təbriz ki, biz ondan da oxuyuruq, onlar da bizim milli irfanımızın təmsilçiləridirlər, başçılarıdırlar. Bizim o düşüncəni daşıyırlar. Siz baxsaz görərsiniz ki, Şəmsi də o zaman elə Təbrizdən köçəndə, gedəndə və Mevlananı tapanda həm iti dili var idi, hər kim buna yanaşanmazdı, hər kim buna
yaxınlaşanmazdır. Hər kimdə cürət olanmazdır ki, Təbrizli Şəmsinə müsahibət eləsin, mücalisət eləsin. Təkcə adamı ki, eləyə bildi ki, Şəmsi özünə cəzb eləsin, bu Mevlana Cəlaluddin Muhammed ibn Muhammed Bəlxi Rumidir ki, odlandı və belə bir əzəmətli əsərlər bizə tarix boyu yaratdı. Məsnəvidir, Şəms divanıdır, Məkatibdir, Məcalis-i Səb'ədir, Fiyhə Mafid. Biz keçmiş cələsədə də sizə dedik ki, Məsnəvi Qur'ana sayaq bütün nağıllardır. Nağıllarla gedir qabağa. Çünki nağıllar eyni bir dənə turdu, salır, məanini oradan neyniyir, ovluyur və şikarlayır. Nağılı ki sizə seçmişdik, çünki mən 2 nağılı şərh etmişəm və YouTube-da vardı, siz orada izləyə bilərsiniz. Kənizək-o Padişah nağılından sonra Tuti-o nəydi? Məğazədardır. Tuti-o Məğazədar ki var ki, təqlid eləyir o başının tükünün tökülməsindən. Ondan sonra gəlirik, yetişirik bir dənə ağır və dərin bir dənə nağıla ki, bizim zamanəmizdə necə o masonlar və səlibi düşüncələr, misyonerlərlə, roşənfikirlərlə bizim camiəmizə sızdılar və bizi çaşdırdılar və azdırdılar və bizə olmuş olsa tarix yazdılar. Bunları neyniyir? Bu nağıl bunu bizə açıqlayır. Nağıl ki, xanım da yaxşı işarə elədi. Bir dənə şahın nağılıdır ki, bu şah Musanı sevir. Yəhudi bir şahdır. Amma dövran İsa'dır. Ona görə bu şah təslim üçün gücü var, qüdrəti var, qılıncı var. Bütün çalışması budur ki, bu Məsihliləri qırsın töksün yerə. Amma bir dənə dərrəkəli, fəhimli, huşlu başlı bir vəziri var ki, bu vəzir deyir ki, sən bunları niyə gərək qırasan? Sən bunları qırsan, bunlar öz imanları, inanclarını gizlədəcəklər səndən, sən tanımayacaqsan. Necə ki var indi. Müsəlmanların içində böyük alimlərdən də var ki, görsən, pərdə-palazı çıxır eşiyə, baxsan, görsən bir dənə Yəhudi anusu çıxdı eşiyə. Ya bir dənə axtarırlar, görürlər ki, filan keşişə, filan papa bir dənə bağlıdır demək olar. O əsasda deyir ki, bunları öldürmə, icazə versən mən bir oyun oynayacağam, bunların içində bir ağır təfrəqə salacağam. Və o təfrəqəni də biz keçən seri dedik ki, siz məni müttəhəm bir xiyanət eləyəcəksiniz, bir yerdə başlayacaqsınız asmağa, bir nəfər gəlib mənə şifaət eləyəcək, bunlar mənə inanacaq, çəkəcəklər öz işlərini, mən başlayıb İncili bunlara tozif verəcəm. Bu İncili mən 12 açıdan bunları açıqlayacağam. Yəni o fəzilətlər ki vardı, o fəzilətləri bir-birinin üzünə qoyacağam. Bir yerdə deyəcəm təvəkkül yaxçıdır, bir yerdə deyəcəm yox, təvəkkül yaxçı deyil. Bir yerdə deyəcəm özlət yaxçıdır, birində deyəcəm yox, özlət yaxçı deyil. Ona görə bu fəzilətləri bir-birinin üzünə qoyacağam. Bunlar bir-birinin canına düşəcəklər və aşağısında da yazacağam ki, əgər kimsə sizin etiqadınıza inanmasa, bunları siz qırın tökün yerə və ixtilaf da olsa gəlin məndən soruşun və mən üçün olmayacağım onların içində və öləcəm. Ona görə bunlar düşəcəklər bir-birlərinin canına. Necə ki, indilə Məsihiyyət aləmində də var ki, protestan var, katolik var, ortodoks vardı. Rusiya ilə indi Ukraynanın döyüşü və savaşı demək olar ortodoksla katolikin orada savaşmasıdır. 2 dənə düşüncə Məsihiyyət aləmində bir-birini orada çırpırlar. Və bu döyüş və bu savaş da elə İslam aləmində də olubdur. Müxtəlif firqələrdə, Şiə, Sünni ilə ixtilaflar olub tarix boyu və bunlar da masoni, səlibi düşüncələr bundan da öz bəhrələrini iniblər, aparıblar. İndi biz gəlirik, icazə versəz, nağılımızı oxuyaq. Biz 1-ci dəftərdən 334-cü beytidən başlayacağıq. Yəni orada qurtarmışdıq.
چون غرض آمد هنر پوشیده شد، صد حجاب از دل به سوی دیده şud. Tapdınız da, bu beyti görürsünüz də ələn. Hamı görür də. Düzdür? Mevlana deyir ki, hünər ki, həman önərdir, türkü kələmədir. Demək olar ki, qərəzli gərək ola, mərəzli gərək olmuyor. Hünərin içinə qərəzi sən varid eləsən, o hünər neyniyəcəkdir? Hicablı olacaqdır. Sənə o bedaətini, bekirliyini, yeniliğini sənə heç vaxt göstərməyəcəkdir. O əsasda hünər və önər gərək qərəzlərdən lüt olsun. Qərəzlər onun içinə girməsin. Yaxşı? Xob, hünərə qazdı qərəz dipsiz quyu, göz bulanlıq qəlbidən içdi suyu. Yaxşı. Şimdi gəlirik, Mevlana istəyir burada bir dənə ayrı bir nağıl başlasın. İstəyir deyək ki, bir dənə mütəali hədəf, bir dənə mütəali amac necə eləyə bilər qərəzlərlə çirkin olsun. Yəni, misal çəkir, bir dənə qazini misal verir. Deyir, bir dənə qazi əgər gələ rüşvətiyə, xub, heç vaxt məzlumun haqqını dirildə bilənməyəcəkdir. O rüşvət bir dənə qərəzdir, gəldi o qazinin hünərini ki, qəzavətdir, bunu neyniyir? Apardı hicabın içinə, örtüyə apardı və bu düz qəzavət eləyənməyəcəkdir. 335-ci beytidə چون دهد قاضی به دل رشوت قرار کی شناسد ظالم از مظلوم زار. Vaxt deyir qazi ürəkdən qərar verdi, yəni təsmin tutdu, qərar verdi ki, rüşvət alsın. Yaxşı, nə zaman tanıya bilər bir dənə zalimi, bir gücsüz, zəif məzlumdan? Məzlum zar, zar yəni zəif, gücsüz. Qazinin ki, hökmünü rüşvət biçər, qazinin ki, hökmünü rüşvət biçər, nətəhər məzlumu zalimdən seçər. Necə eləyə bilər ki, onları bir-birindən seçsin? Fuzulinin də burada qəşəh bir şeiri vardı. Deyir ki, cənnəti almaq olmaz akça ilə. Akça vahidi puldur da, akça. Qədim vahidi pula nə mənə idi? Bir dənə vahid puldan akça deyidilər. Cənnəti sən deyib pulla alanmazsın. Cənnəti almaq olmaz akça ilə. Girmək olmaz behiştə rişvət ilə. Rişvət verəsən, deyəsən mən də gəlirəm behiştə. Fuzuli deyib, belə bir şey olmaz. Şah az hiqd cühudanə çunan, beytlər varizdir da, görürsünüz da. Şah az hiqd cühudanə çunan, گشت احول کل امان یا رب امان. Hiqd yəni kin da, kinə saxlamaq. Cühudanə yəni o cüvüddük, yəhudi olmaq. O yəhudluqda ki, bunun bir dənə cüvüddükdə bir dənə bunun kini var idi şahın. Şah bu kinə görə əhvəl oldu. Əhvəli biz keçən cələsədə sizə açıqladıq ki, əhvəl odur ki, çerbaxış. O ki, gözü bir dənə şeyi iki dənə görürdü. Ona görə bu düz görmürdü. Yəni, iki görürdü, əhvəl oldu. Xəşmu şəhvət mərd ra əhvəl konəd, zestiqamət ruh ra mubdəl konəd ki, Mevlana demişdi orada. Burada da bunu cəhdi. Kəl əman, ya Rəb əman. Şah cüvütlərdə olan ol kinədən, oldu cöncə, çapdı haqqı rişədən. Xub, bu nə mənədir? Haqqı neynədir? Rişədən çapdı da. Çünki bu da bir şeyi iki dənə görürdü. Gözü düz görmürdü ki, axı seçim buna əl versin və düz seçsin. Axı biz seçimdə birinci budur ki, düz görə bilək. Vaxtı ki, kin gəlib, kinə gəlib, nifrət gəlib bunun gözünü örtüb,
Mövlana istəyir o hünərə misal çəksin ki, qərəz necə gəlir, insan gözünü örtür. Bu deyir ki, bu şahın da bu kini ki var idi, bu kin gəlib gözünü örtdü, bunu əhvəl elədi. Bu seçənmirdi da. Həqiqəti bu ələ gətirənməyəcəkdi o əsasda. 100,000 مؤمن مظلوم کشت که پناهم دین موسی را و پشت. خب 100,000 mümini məzlumu bu öldürdü. Təhcə bunun dəlili bu idi ki, mənim sığınacağım Musanın dinidir. Musanın dini mənə icazə verir, bu rüxsəti verir ki, mən minlər mümini neyniyim? Öldürüm ona görə. Oldu zahirdə kəlimi həman Yəhudi burada. Oldu zahirdə kəlimin arxası, oldu mümin qırmağa od parçası. Möminləri qırmaqda bir dənə od parçasına çöndü bu şah demək olar. Əzizlər, xub qazilik və qəzavət çox çətin işdir. Yəni vaqəən də biz öz camiəmizdə də görürük ki, əvvələn kimsə özündə bu istedadı görməsə, qəzavətə gərək girməsin. Çün deyirlər ki, əl-qaziyo cahilun beynəl-aliməyn. Qazi iki dənə alimin vəsətində cahil bir insandır. Yəni müttəhəmdir, şakidir. Bunlar ikisi də bilirlər nə xəbərdir. O adam ki bilmir vaqən cahildir, o qazi də bilmir. Buradan, yəni bu cəhlidən bu bir dənə gərək hökm çıxalda və neynəsin versin. Bəs iş orada dərvaqa ağırdır. Hətta bizim tarixdə məruf qazilərimizdən ki var idi Qazi Şureyh, o deyirdi ki, əsbəhdu və nisvun nas ələyyə qəzban. Hər zaman ki mən sübhdən dururam ayağa, görürəm ki millətin yarısı mənə hislidir, yarısı mənə lənət oxuyur. Xub, bərhal hər nə hökm versən, bu hökm birinin nəfinədir, birinin zərərinədir. Nəfinə olan sevinəcək, zərərinə olan lənət o nifrin oxuyacaqdır. Ona görə bu şoğl nəmə nədir? Çox həssas və çətin şoğullardandır. Rüşvət də xub təəssüflər olsun ki, bizim camiəmizdə də var. Hər yerdə ki qanun zəifliyər, gücsüz olar, rüşvət orada özünü göstərər. İndi idarələrimizdə, şəhrdaridə, çoxlu yerlərdə görsən ki, adamlar öz işlərini qabağa aparmaq üçün ənva və əqsam bunlara adlar qoyub və işlərini qabağa aparırlar. Hətta Türkiyədə indi neçə dənə o borcsazlar ki tutdular, ki saxtamanlar düzətmişdi ki, gücsüz saxtamanlarıdırlar. Bunlar nə ilə düzətmişdilər? Mühəndis nazirə bir şey vermişlər, filan eləmişlər. Və bizim bu Təbrizdə də belə bir ittifaq çoxdur və gərək bəli, aqibətimizi Allah xeyr eləsin. Deyirlər ki, ər-rişvətu rəşəhul hacat. Misaldır ərəbidə, zərbul məsəldir. Yəni rişvə hacətlərin riştəsidir. Bir dənə ipdir ki, sən eləyə bilirsən, ondan hacətlərə yetişəsən. Ni'mər riqa ər-rəşa. Riqa həm be mənay əfsundur, ovsundur. Əfsun kələməsi farsıda bilirsiniz də, türküdən alınıbdır, ovdur, ovlamaqdır. Qədim şikarı ki ovlayaymışlar, bir dənə avaz oxuyaymışlar. O avazla, oxumaqla o şikarı gətirərmişlər ələ. Ona görə deymişlər ovsun, ovsunlamaq, şikarı ələ gətirmək. Riqa be mənay ovsundur. Ni'mər riqa, ovsunlamaq da, bəli, ondan delə. Ni'mər riqa ər-rəşa, yəni rüşvətin özü də nə bətər ovsundur, nə bətər ovsundur. Yəni ərəbdə də belə bir məsəl vardır. Hər halda keçirik 338-ci beytə. Yəni nağılı davam edirik da, gedirik qabağa sarı. Görürsünüz də Mövlana bir dənə balaca nağıl cəhdi qazi ilə 2-3 beyt ilə nağılın içində fौरən əl-ayağını yığdı. Ələn neyniyir? Bu birisi nağılı idamə verir. او وزیری داشت گبر و اشوده کو براب از مکر بربستی گره. Deyir, o şahın bir vəziri var idi. Gəbr yəni kafir.
bir dənə istilahdır da, kafira cəbr. Eşvədeh yəni hoqqabaz. O ki, hoqqanı işvə yolu ilə apar qabağa, nazla eşvə ilə apar qabağa. Ku bərab az məkr bər bəsdiyi geri. Bunun hoqqabazlığı o həddəydi ki, suya eləyə bilirdi, düyün vursun. Suya düyün vurmaq, məsələn, bizim öz içimizdə istəyək muadilini qoyaq, saman altından su yerirdirdi. Yəni, onun muadilidir da, der vaqa, türküdə onun muadili budur. Ku bərab az məkr bər bəsdiyi geri. Yəni, elə bir hoqqabaz, kafir bunun vəziri var idi ki, saman altından su yeridən idi bu. Bəli. Bir cəbr kafir. Bəli. Bir vəziri var idi, min bir oyun, car suya məkri onun bağlar düyün. Car suya yəni rəvan suya, ab-ı cariyədə. O bağlayırdı düyün. Goftu tərsayan pənah can konənd. Bu vəzirin sözüdür, şaha deyir. Goft tərsayan pənah can konənd. Din xud ra az mələk penhan konənd. Tərsalar, tərsa bilirsiniz də, nə mənədir? Tərsa həman Məsihidir də. Tərsa ona deyir. O Şəhriyarın şeiri getmə tərsa balası, mən də sənə saya gəlim. Damənündən yapışıb, sənlə kilisaya gəlim. Bu, nə mənədir? Şəhriyarın o gözəl şeirlərindəndir ki, bir Məsihi qıza neyniyibdi, deyibdi. Tərsa mən xanım Məsihiyyədir, Məsihi xanımadır. Yox, elə tərsa yəni Məsihi, yəni fərqi yoxdur. Ki ağa olsun, ki xanım olsun. Hala bu şeiri inşallah oxuyarıq da, davam edərik. Goft tərsayan pənah can konənd. Din xud ra az mələk penhan konənd. Vəzir dedi ki, bu Məsihlər canlarını gizlədəcəklər. Bərain ki, sığınsınlar, canlarını qorusunlar, bunlar dinlərini padişahdan gizlədəcəklər. Söylədi, can qorxusundan indilik, tərsalar din gizlədərlər ey məlik. Tərsalar dinlərini, ey mənim padişahım, gizlədərlər. Həvassın olsun buna. Kəm koşişan ra ki koşdən sud نیست. Din ندارد بوی مشک و ud نیست. Bunlardan az öldür. Axı öldürməyin bir qazancı yoxdur burada. Niyə? Din ندارد buy. Axı dinçiliğin iyi yoxdur. Qoxusu yoxdur. Ki sən baxan kimin bu birinin yanından geçən kimin iyi ola deyəsən ki, bəli, bundan Məsihiyyət iyi aldım. Bundan Yəhudiyyət iyi aldım. Bundan İslamiyyət iyi aldım. Yaxşı, o yoxdur. Muşk و ud نیست. Muşk و ənbər deyil ki, yanan kimin hər yanı götürsün. Əlbəttə, Mevlana muşku neçə yerdə də işlədir ha. Eşq buy muşk دارد. زین سبب رسوا شود چاره نبود عشق را از خود چنین رسوا شدن. Mevlana vaxtı eşqə yetişir, orada həmişə təbiri muşku neynir işlədir. Deyir, aşıq adam min bir ağaçdan neynir tanınır. Çünki onun iyi vardı və o iyi hamı anlayır. Amma dinə gələndə neynir? Onun əl-ayağını yığır və deyir ki, onda bir muşku ud yoxdur. Bəli, bir ayrı yerdə də var da, deyir ki, bəli, آن منافق مشک را بر تن نهد روز مردن گند او پیدا شود بر زبان نام حق و بر جان او کفرها از گند بی ایمان او مشک را بر تن مزن بر دل بمال مشک چه بود نام پاک zülcelal. Mevlana deyir ki, tək Tanrının adını gətirmək eyni bir dənə moşku kimindir. Sən istəyirsən, xoşlanasan, iylənəsən, müəttər olasan, onun adını hey neynəcinən, gətircinən. Moşk ra bər tən məzən, bər del bemal. Moşk çe بود? نام پاک zülcelal.
Nam-ı pak Zülcelal. Onun adı hey səndə zikrdə gəlsə, sən müəttər olacaqsan. Mevlana'nın bu bir dənə təcrübəhay irfanisindəndir. Xoş, onları qırdırmada olma qaba. Yəni qabağa düşmə. Qaba bir mənayı xəşin olma, ədəbsiz olma, tərbiyyətsiz olma. Onları qırdırmada olma qaba. Xəşin olma ki, düşəsən qabağa bunları öldürəsən. Din deyil əmbər ki, iyi ondan qopa. Yəni iyi ondan çıxa dərvağa qopa. Pəs din əmbər deyil. Sir penhan است اندر صد غلاف ظاهرش با تو چو تو باطن خلاف. Din bir sırra oxşar. Din bir razdır. Yaxşı, bir sırrıdır. İnsanların içindədir. Mümkündür və əndər səd xilaf. Xilaf da o şəmşirin xilafı ki, necə şəmşir geçir onun içinə. Deyir, bizim qabığımız eyni, cismimiz eyni, o şəmşirin qabığıdır. Din də bizim içimizdə eyni, qılış kimindi girib onun içinə. Görsənmir. Bir dənə sırrıdır. Zahirəş bato çoto, zahiri sənlə olar ki, eyni sənin kimin olsun? Batın xilaf. Amma batında nə olsun? Səndən müxalif olsun. Batini tanımaq olmaz, bilmək olmaz. Dəqiqən. Sırrıdır. Bu var özündə örtüsü, örtü olmaz. Gizlənin düz güzgüsü. O güzgü yəni aynada, ondan neyniyir? Gizlənir. Bəli. Quranda da cəlib ayələr vardır ki, Allah özü Quranda buyurur ki, sırrılarla sizin işiniz olmasın. Çünki sırrılar bir şeydir ki, o mənə aid. Mən onu bilə bilirəm. Siz deyirlər də şəriət zahirə hökm elər. Bir dənə məsəl var bizim içimizdə. Şəriət zahirə hökm elər. Şəriət batinə hökm eləyənməz. Yəni insanların öz içərisində olan ki, sırrıdır, onu təkcə bir şəxs bilə bilər, bir mövcud bilə bilər. O da kimdir? Allah. Və onunla bizə qəzavət eləyə bilər. Onunla qəzavət eləyə bilər. Çünki zahirdə biz hər dona düşə bilərik də. Hər dona düşə bilərik. O millət dəyərsi, o meyar dəyərsi. Ennə Rəbbəkə Sure-i İsradadır. Ayə 125-də. Ennə Rəbbəkə huvə ələmu bimən zəllə ən səbiləhi. Peyğəmbər, sənin Tanrın, sənin Allahın çox yaxşı bilir ki, kim zəllə ən səbili, onun yolundan azıbdır, çaşıbdır, ayrı yerə gedibdir. Huvə ələmu bil muhtədin. O, hidayət olanlara çox biləndir, ələmdir. O bilir ki, kimlər muhtədidirlər. Mən bir dənə Süxənranım var idi ki, orada biz 2 həftədən bir Aydötür Şərəbyanın bağı olar, burada gedərik Süxənraniyə. Bu cümədə vardı elə ki, məsnəvini mən orada deyirəm. Orada mənim bir dənə cümlələrimdən biri bu idi ki, hidayət neməti təhcə Allahdan ötürüdür. Hətta hidayəti Quranda Allah Peyğəmbərinə verməyibdir. Yəni deməyib ki, sən eləyə bilərsən bu milləti, hidayət eləyəsən. Təhcə sənin risalətin budur ki, sən bunlara təbliğ eləyə bilərsən. Sən bunları dəvət eləyə bilərsən. Bir çağırışdır. Sənin vəzifən nədir burada? Çağırışdır. Bəli, dəqiqən odur. Bəli, təəssüflə. Allah cələ özür olsun. La tuzakku ayrı yerdə də vardı ki, Sure-i Nəcmidə 32-ci ayədə La tuzakku enfusakum. Özlərinizi, səccadənizi suya çəkməyin. La tuzakku enfusakum. Canama suya çəkməyin. Çox deməyin ki, biz təmiz adamıq. Görürsən, insanlar var ki, məsələn, özlərinə çox pepsi açarlar filan elərlər.
Xop, tərifləyərlər özlərindən. Quran deyir ki, yox, sizin haqqınız yoxdur o həddə qəzavət eləyəsiniz. La tuzakku anfusakum. Özünüzün barəsində də hətta bu icazəniz yoxdur, bu qəzavəti eləyəsiniz. Huvə a'lamu bimən ittaqa. O Allahdır ki, bilir ki, kimləri sizin içinizdən təqvalıdırlar. Bu qəzavət də bizim əlimizdən alınır ki, özümüzün barəsində bir belə özümüzü neyniyək? Arınlatmayaq. Yaxçı. Mevlana fیه مافیهdə deyir ki, sər an است ki, در آن sirri بود. Baş odur ki, onda bir sırr olsun. Sər an است ki, در آن sirri بود وگرنه هزار سر به پولی نیرزد. Əgər bir başda sırr olmasa, o 1000 baş 5 qırana dəyməz. Be puli نیرزد. Bu da Mevlana'nın sözüdür. Sər ra چو بر زمین می نهی بهر نماز آن را به زمین بنه که در سر داری. معنای dəqiq səcdəçi bu şeirdə gəlir bu dedi. O zaman ki əyilirsən və qalxırsan, vaxtı səcdəyə gedirsən, bunun mənası budur ki, başı ki vurursan yerə, yəni nə var başı içində onu vurursan yerə. Yəni kamilən o təalluqatdan sən üzgür və azad olursan. Xob, Xilafı da biz sizə tozih verdik da, açdıq ki, xilaf həman o yerdir ki, şəmşiri qoyurlar və به معنای örtü, پوشش, ستر Quranda da gəlibdir. قالوا قلوبنا غلف. Deyə onlar dedilər ki, bizim qəlblərimiz qıfıllanıbdır. Gulfun. Bağlıdır. Sən nə qədər bizə deyəsən, biz səndən eşitməyəcəyik. Çünki bizim qəlblərimiz, ürəklərimiz hamısı qıfıllanıbdır. Sən bizim bənamız yoxdur səndən söz eşidək. Yaxşı. Xob, 342-ci beytə gəldik. Şah گفتش پس بگو تدبیر چیست. Görürsünüz də hamı baxır da. شاه گفتش پس بگو تدبیر چیست. چاره آن مکر و آن تزویر چیست. Şah buna dedi ki, pəs tədbir elə görək, neynəməliyik? İndi nə cür bir oyun oynayaq ki, mən bu məsihiyyəti aradan götürüm, məsihləri. Şah dedi, söylə mənə çarə nədir? Söylə məkrin güzgüsü nə görsədir? Məkrin güzgüsü, yəni ayinəyi məkr. Ayinəyi məkr bizə nəyi görsədir? Bax gör, burada nə görə bilirsən? تا نماند در جهان نصرانی نی هویدادین و نی پنهانی. Ta qalmasın dünyada nəsrani qalmasın. Nə gizli, nə də açıq. Mən istəmirəm bunları. Gözüm götürmür bunları görsün. Sən bunlara bir tədbir eləcəksən ki, mən bunlara nə etməliyəm? Örtülü ya örtüsüz nəsranidən istərəm ki, qalmasın bir tərpənən. Heç bir tərpənən mövcud istəmirəm bunlardan qalsın. Örtülü ya örtüsüz, gizli ya açıq. گفت ای شه گوش و دستم را ببر بینیم بشکاف اندر حکم مر. مر یعنی acı, kəskin. Hükm mor yəni kəskin hökm. Yəni hökmü ki də onun üstündə təcdid nəzər yoxdur da. Qəti bir dənə hökm vercinən, acı bir hökmü vercinən ki, bu hökmü də sən mənim qulağımla qolumu neyniyəsən, burnumu kəsəsən. Bu hökm çıxsın eşiyə. Bir acı fərman ilə ey kinəli burnumu cır, kəs qulağım söylədi. Söylədi ki, qulağımı kəs, burnumu da belə elə filan. Bəli, əlimi də, dedi, əlimi də kəs. Bəli, bunlar istişhaddırlar, bunlar
Nə, bunlar şəhadətdirlər. Bunlar vaxtı ki bir dənə inanc vardı. İnanc vaxtı gəlir qabağa. İnancıda o qədər cürət və cəsarət var ki, can onun qabağında çox yüngül bir şeydir. İndi inancın həm mənfi cənbələri var, həm müsbət cənbələri var. İndi görürsünüz ki, Talibanda məsələn intihari hərəkətlərdə bağlayır belinə, bilir ki, də orada ölməlidir. Amma özünə nə mənədir? Bir dənə inancı var, bir dənə bavər var burada. Yaxşı. Ya Həsən-i Səbbahın qəziyyəsinə baxsaydınız, Həsən-i Səbbah Məlikşaha deyirdi ki, mənim dövrərimdə neçə 100 dənə fədai var ki, mən elə deyən kimin ki, öz başınızı kəsin, onlar mənim yanımda öz başlarını kəsirlər. Hələ növbət qalmış, sən onların başını kəsəsən. Ona görə siz gedin Tarixi Təməddün Vildurantıda cildə imanı oxuyun. Bir dənə kitabı var, Tarix Təməddün Vildurant, İman adında. Görün imanın nə qədər gücü var tarixdə və nə dağları eləyə bilir, yerbəyer eləsin. Yaxşı, ona görə bu deyir ki, mən Musa yolunda mənim öz canım nədir ki, mən əldən verəm. Bu çox təbiidir. بعد از آن در زیر دار آور مرا تا بخواهد یک şəfaətgər مرا. Ondan sonra get məni dar ağacının dibinə, ta bir nəfər şəfaətçi gəlsin məni neynəsin, səndən şəfaət eləsin. Dar ayağına məni saxlat cinan, ta biri alsın məni səndən aman. Bir nəfər gəlsin səndən əmannamə versin, şəfaət eləsin, məni səndən alsın. بر مناداگاه کن این کار را تو یا تو بر سر راهی که باشد چارسو. Munadagah, yəni o yerdə ki, qədim gəlirdilər ki, şahın fərmanını oxuyurdular ha, bir dənə 4 yol olurdu məsələn, yollar. Kət yığışırdı, ya balaca şəhərdə yığışırdı, millət yığışırdı ora. Ora deyirlər munadagah. O yerdə ki, çağırış olurdu da. Orada bu işi görcünən. Bər sər rahi ki başad çarsu. 4 yolda ki, hamı bilsin. Hamı ora yığışır, orada bilsinlər. Bəli, ayrımında 4 yolun gör bu işi, toplanılsın o yerə arvad kişi. Arvad kişi ki o yerə yığışırlar, hamısı. Orada səncə bu işi görcünən, hamı bilsin. Yəni, sonra deməsinlər ki, bir teydat bunu eşitmədi, bizim qulağımıza dəymədi, bilmədik. O yerdə ki, cəmiyyətin çoxu var, munadagah, orada neynəcinən bu işi gör. Bəli, o şeirin vəzninə görə, suya görə biz neynədik? Tu oxuduq. Angəhəm az xod berən ta şəhri dur, ta dərəndazəm dərişan şər و şور. O şəfaət gələcək ki, məni şəfaət eləməyə, sən bir dərəcə mənə təxfif verərsən, bu hökmü yendirərsən, əndirərsən, mənə sürgün hökmü verərsən, təbid elərsən. Mən gedərəm bir uzaq şəhərə. Onda mən bilərəm bunların içində o şər-ü şuru necə qovzayacam, necə iş görəcəm. O mənə aiddir də, mənim məmuriyyətim olur. Mən bilərəm ki, orada neynərəm. Gəl məni sürgün bürütdür sonradan, ta olum şərrin atın mən, bəli, ta olum şərrin atın mən oynadan. Şər atını mən oynadan olum. Şər atını mən bilirəm ki, orada necə oynadacam. Xoş, burada tədbir kələməsi var idi, siz baxsaydınız. Pəs bequ tədbir çist orada. Əzizlər, tədbir dobordan gəlir. Dobor yəni dal, qobol yəni qabaq dərvaqa. Tədbir yəni o işi ki, onun dalını sən görə biləsən. Yəni o ki, zahirdir, zahirdə baxasan, ona fikr eləyəsən, ona tədbir demir. Yəni dərin düşünmək, o şeyin ki, dalını görmək, gizli şeyləri görmək, ona biz neynirik? Tədbir işlədirik. Quranda da var Ənfal surəsində Yəzribunə vücuhəhum və ədbarəhum. Yəni onların həm üzdən, həm daldan neynidilər? Vırırdılar.
Fəlmudəbbirati əmra Nazat surəsində. Yəni o mələikələr nə mənədirlər? Tədbir umur eləyidilər. Müdəbbiratu əmra. Hökm-i murru da sizə dedim də, hökm-i mur. Mur yəni acı da demək olar. Düzdür? Bəli. Munadagahı da sizə açıqladıq. Çarsu da ki, həman döt yoludur da. Şəms divanında da gəlibdir bu çarsu. Səqyən lihazəl muftətəhəl qavm qərqa fil fərəh. Zin su qədəh, zan su qədəh, ta şod şəkəmha çarsu. Xub, çarsu kələməsini Şəms divanında Mevlana genə gətiribdir. Xub, 348-ci beytə gəldik. Hamı var da, görürsünüz də. Pəs beguyəm mən besir nəsraniyəm. Ey Xudای razdan میدانیم. Mən onlara deyəcəyəm ki, mən onun şahın yanında gizli nəsrani idim. Gizli Məsihi idim. Yahudi, Cuhud şahın yanında mən gizli nəsrani idim. Ey Xudای razdan میدانیم. Razdan, yəni raz bilən Allah bunu bilir ki, mən belə idim. Deyərəm mən haqq yolunda faniyəm. Sır bilən Allah bilir, nəsraniyəm. O bilir ki, mən nəsraniyəm. Şah vaqif gəşt az iman mən və az təəssüb kərd qəsd can mən. Bu sözləri bu vəzir deyir ki, mən o nəsranilərə deyəcəm. Ha, bu cür. Alırsınız da. Mən bu cür deyəcəm. Mən deyəcəm ki, şah bildi mənim imanımdan. Vaqif gəşt az iman mən. Mənim imanımı bildi ki, mən mümin bir Məsihiyyətəm. Onu bildi. Və az təəssüb kərd qəsd can mən. Çün şah Musa dininə mütəəssib idi, ona görə qəsd can mən elədi. Yəni mən neynədi? Canım istədi, mənim əlimdən alsın. Və eydam verdi da mənə در واقع. təəssüb. خواستم تا دین ز شه پنهان کنم. آن که دین او است ظاهر آن کنم. من istedim dinimi şahdan gizlədim. An ki din او است ظاهر آن کنم. İstədim ki özümü cuhud görsədəm. Ona şaha görsədəm. شاه بویی برد از اسرار من. متهم شد پیش شه گفتار من. Amma əlim açıldı. Əlim oxundu. Yəni şah bundan, mənim razlarımdan agah oldu. Mənim də sözlərim şahın yanında bir dənə müttəhəm kimi alındı. Deyərəm mən haqq yolunda faniyəm. Sır bilən Allah bilir nəsraniyəm. Gizli dinimdən iyi aldı şah mənim. İstədi qeyz ilə vırsın gərdənim. Qeyz ilə yəni xəşm ilə də, yəni hislənmək ilə, qəzəb ilə istədi neynəsin? Mənim boynumu vırsın. İstədim ta dini şahdan gizlədəm. Din içində tazə dini bəslədəm. Mən istəyirdim ki, bir yeni bir din bunların içində bəsləyəm. Əl apardı şah mənim əsrarımə. Baxmadı bir də yalan guftarımə. Mənim yalanım orada neynədi? Üzə çıxdı. Əlim oxundu. گفت تو چنان در سوزن است. در دل من تا دل تو روزن است. Dedi ki, گفت تو چو در نان سوزن است. Sənin sözün mənə dedi ki, sənin sözün eyni elə bir çörəyin içində iynə var idi. İndiyə kimi. Çörəyin içində iynə, yəni naxalisi da. Yəni sən elə bir mənim yanımda xain idin. İndiyə kimi ki, bir belə fikir vermişdin mənə. Fikir eləydik, bəlkə çörək verirsən mənə. Çörək deyildi. Çörəyin içində iynə gizlətmişdin. Nan در سوزن است. Yaxşı, yəni təmsilgər bir növ xiyanətdir da, istəyir desin. Az dil mən ta dil tu روزن است. Ürəklərdən ürəyə əlbəttə ki, yol var. Ürəklər ürəkləri neynirlər? Rahatlar oxuya bilirlər.
iynəni bir kündə sən şah söylədi, görürəm qəlbin gözü ilə mən səni. Mən از آن روزن بدیدم حال تو دیدم ننوشم قال تو. Deyir, şah mənə dedi ki, o cür deyir, mən səni ürəkdən oxudum və ürəkdən ürəyə üçün yol vardı, əhvalından bildim, hal to دیدم. Nənuşəm qal to. Nənuşəm yəni eşitmənəm. Qal to yəni sənin sözün. Sənin sözüyü də mən eşitmənəm. Niyə? Çünki ürəkdən ürəyə yol vardı. Mən ürəklərdən ürəyə bildim ki, sənin nə xəbərin vardı. Gər nəbudi can İsa çarəm, o cühudanə bekərdi parəm. Burada İsa gəldi mənim dadıma yetişdi. Bu vəzir bu sözü onlara deydi, o nəsranilərə deyib, belə در واقع deyəcəm ki, orada nədir? İsa'nın canı gəldi məni qurtardı. Yoxsa əgər o olmasaydı, o cühudanə bekərdi parəm. O elə cühud dininin əsasında ona ki etiqadı var idi, məni bir dəfə yırtıb dağıdacaqdı. O gəldi mənim dadıma və bu ürəklərin ki yolu vardı deyir. Yəni mən nəsrani olaraq mənim ürəyim İsa'nın ürəyi ilə bağlı idi. O ürəklər gəldi məni neynədi? Yardım etdi. Bəhr İsa can separəm, sər dəhəm. Səd hezaran minnətəş bər xud dəhəm. İsa'ya görə mən canımı əldən verirəm. Başımı əldən verirəm. Səd hezaran minnətəş bər xud dəhəm. Minlər minnətini canıma alaram. Mən İsa yolunda canımı əldən verirəm. Bu bir zət deyir. Çıxsa İsa bu başa bir gün yəlik, verərəm İsa'ya baş can üstəlik. Mən İsa'ya başımı, canımı üstəlik verirəm. İsa'nın yolunda mən bu işi görmüşəm. Xoş, burada bir dənə təəssüb kəlməsi var idi. Mevlana Məsnəvidə təəssüblə arası yoxdur. Mevlana deyir ki, سختگیری و تعصب خامی است تا جنینی کار خون آشامی است. Bir dənə qəşəng təmsili vardı. Deyir ki, bu aləm eyni bir dənə ağaca oxşar. İn cihan همچون درخت است ey kiram. ما برو چون میوه های نیم خام. Biz adamlar o ağacdan eyni meyvələr kimi, yetişməmiş meyvələr kimi aslanmış on. این جهان همچون درخت است ای کرام ما برو چون میوه های نیم خام. سخت گیرد خام ها مر شاخ را زان که در سستی نشاید کاخ را. چون بپخت و گشت شیرین لب گزان سست گیرد شاخه ها را بعد از آن. سخت گیری و تعصب خامی است تا جنینی kar xun aşami است. Onlar ki çaldılar, yetişməyiblər, deyə o ağacdan möhkəm yapışacaqlar. Onlar ki yetişiblər, pişmişdilər, onlar o ağacı aramcana ötürüb yenəcəklər aşağıya. O bəh yapışmaq, o təəssüb deyib bir cəninə oxşar ananın qarnında. O necə o qanı hey soracaqdı, saxlayacaqdı, istəmir oradan çıxsın eşiyə. Təəssüb də deyir eyni o cürdür. Səxtgiri و تعصب خامی است تا جنینی کار خون آشامی است. تا جنینی kar xun aşami است. O ki qəlblərdən də qəlblərə yol vardı. Ərəb ədəbiyyatında misalları çoxdur. Minəl qəlbi iləl qəlbi rozənətun. Bu qəlbdən o qəlbə nə mənədir? Yol vardı. Yaxşı, əl-qulubu tətəşahəd. Qəlblər bir-birlərini görürlər, ürəklər bir-birlərini görürlər. Xoş, yorulmayıbsınız ki, idamə verək də? Yaxşı, idamə veririk. Bəli. 356-cı beytidən oxuyuruq. Can dəriğəm نیست از عیسی ولیک واقفم بر علم دینش نیک نیک. Mənim İsa'dan can verməyə əslən əziyyət və azarım yoxdur, minnəti yoxdur. İsa'ya mən can verəm. Vaqifəm bər elmi dinəş nik nik. Çox yaxşı mən onun
dininə elmin və bilimin vardı. Agahlığım var. Bilirəm nə xəbərdir. Mən elm üzü ilə bu dinə üz gətirmişəm. Cahilanə bu dilə baxmamışam. Heyf mi آمد مرا کان دین پاک در میان جاهلان گردد هلاک. Heyfim gəldi ki, bu təmiz din cahillərin arasında gedə nə ola? Həlak ola, aradan gedə. Şükr ایزد را و عیسی را که ما گشته ایمان کیش حق را رهنما. Allaha, Tanrıya çox şükürlər olsun ki, biz İsa'nın dininə görə neynəmişik? Yolumuzu tapmışıq, çaşmamışıq, azmamışıq yoldan. Az cuhudu və az cuhudi rəstəm. Cuvudluqdan, yəhudluqdan, Musa dinindən qurtulmuşam. Ta be zonnari miyan ra bəstəm. Zonnar o nə mənə idi? Bir dəmir bir şeydir. Midal kimin məsihlər asaydılar boynlarına, bəzən də gizlədərdilər. Səlib manənd bir şeydir. Ona zonnar deyirlər. Əlamət bir dənə Məsihi olmaqdır. Bir dənə damğa idi Məsihiyyətədir. Şükürlər olsun ki, da mən gəldim, zonları bağladım özümə. Can qaçırtmaq din yolunda xoş deyil. Liş başım din sözündən boş deyil. Qıymadım ta mənlə quylansın o din. Mən qıymadım ki, İsa dini mənlə quylansın. Din ara, din bəslədim, oldum əmin. Dini axtara-axtara bu dinə mən iman gətdim. Şükürlər Allaha, həm İsa'ya kim, yaymağa bu dini var məndə çəkim. Çəkim yəni istedad da, bu çəhmə mənə, bu liyaqət mənə verildi ki, mən İsa dinini eləyə biləm, daşıyam və onun mübəlliği olam. Bağlayandan belimə zünnarı mən, şükür kim nur ilə aldım narı mən. Mən bu zünnarı bağlamaqla bir nura yetişdim. O nur mənə həm nurdur, həm nardır. Yəni həm mənə bir istilik verir, oddur, həm nurdur mənə işıqlıq verir. Mən bunu Məsihiyyətdə bunu aldım. Xoş, دور عیساست ای مردمان بشنوید اسرار کیش او به can. İsa'nın zamanıdır. Yəni İsa gəlibdir. Dövr İsa'st. Zamanə İsa'dır. Yaxşı, indi ey cəmaət, əsrar kişi u be can. Onun dininin sırlarını ürəkdən məndən eşidin. Mən sizə deyim nə xəbərdir. Kərd bavey şah an kari ki گفت. Bilirsiniz də bura kimin tamamən o nağılı şaha demək tərifli idi də ki, mən belə deyəcəm, bu işi görəcəm. Bunların hamısını, o pləni şaha tərifli idi. İndi gəlir deyir ki, کرد با شاه کرد با وی شاه آن کاری که گفت خلق اندر کار او مانده شگفت. شگفته ده شگفت به ضرورت شعر oxuyuruq da. Bəli. Şah neynədi? O işi ki demişdi, bundan elədi. Ona görə cəmaət bunun işindən çox heyrətdə qaldılar. Təəccübdə qaldılar ki, belə bir iş ola bilər. Bu bunun möhtərəm, möhtəşəm bir vəziri indi gəlibdi, nə olubdu? Xiyanət eləyibdi. Rand ura canib nəsraniyan کرد در دعوت şuru u بعد از آن. Da sürgün etdi. Buradan başlayır da. Sürgün etdi, təbid elədi nəsranilərin ölkələrinə, dedi gedin orada neynəyin, dəvətinizi başlayın. 100 هزاران مرد ترسا سوی او اندک اندک جمع شد در کوی او. Minlər Məsihi adam neynədilər? Yavaş-yavaş yığışdılar onun dövrərinə. Dövrərinə neynədilər? Yığışdılar. Dövr İsa dövrüdür. Hikmətlərin dinləyən əsrarını
canla dərin. Canla neynəyin bu hikməti gəlin siz eşidin. O din tək eylədi şah büsbütün, xalq heyran qaldı bu işdə bütün. O deyən tək eylədi şah büsbütün. O nə cür demişdi? Büsbütün, yəni tamamən. Tamamilə şah onun dediklərini yerinə gətirdi. Xalq da heyran qaldı bu işə. Tamamən xalq heyran qaldı ki, bu nə işidir? Düşdü o nəsranilər damanına, saldı dən nəsranilər imanına. Dən tökdü. Dəni tökür ki, neynəsin? Şikarı neynəsin? Yıxsın da. Mevlana deydi, ey bəradər, qصه چون پیمانه است معنی اندر آن بسان دانه است. Bu dənləri səpir ki, neynəsin? Bir şeyləri ovlasın. Əgər rüxsət versəz, bura kimin kifayət eləsin, biz bir dənə qəzəllə Şəms divanından qurtaraq. Muvafiqsiniz də? Bəli. Eybi yoxdur. Eybi yoxdur. Bu qəzəli ki, mən oxuram Şəms divanından, o Mevlananın bağımlılığını Təbriz məktəbinə və Təbrizə göstərir. Salaram. Baş üstə salaram. Oxuyum salım da. Hə, yaxşı. ...396-cı qəzəldir. Orada Mevlana deyir ki, در ره معشوق ما ترسندگان را کار نیست، جمله شاهانند آنجا بندگان را بار نیست. Bizim məşuqumuzun yolunda qorxan insanlara iş yoxdur. Gələrlər burada, işə məşğul olarlar. Hamı orada şahdır. Qullara rüxsət yoxdur gəlsinlər. Ger تو نازی میکنی یعنی که من فرخنده ام، نزد این اقبال ما فرخندگی جز عار نیست. Əgər sən naz eləysən ki, mən burada xoşbəxtəm, bu xoşbəxtçilik belə bir iqbalın qabağında təhcə bir ar ola bilər. Buna güvənməyəsən. Ger به فقرت ناز باشد ژنده برگیر و برو، نزد این سلطان ما آن جمله جز زنار نیست. Əgər sən buna fəxr eləysən ki, mən fəqrəm, yəni o irfani bir fəqrə çatmışam, gəl buradan bu kör-körnə paltarı yığışdır, götü getcinən. Niyə? Bizim sultanımızın yanında onların hamısı təhcə bir zonnardılar. Bir yerə onu bağlayanmazsan. گر تو نور حق شدی از شرق تا مغرب برو، زان که ما را زین صفت پروای آن انوار نیست. Bizim məşuqumuz nur deyil, ənvardır. Əgər sən bir nura çevrilibsən, şərqdən qərbə kimin gedə bilərsən. Amma onun ənvarının içindəsən. Ger تو سر حق بدانستی برو با سر باش. Həman sirri ki işarə edir. Əgər sən Tanrının sırrını bilirsən, get sırrılı yaşa. Sırrılı ol. Zan ki in əsrar ma ra خوی آن اسرار نیست. خب çox şeylərə sən əl tapa bilənməzsən. راست شو در راه ما وین مکر را یکسوی نه، زان که این میدان ما جولانگه مکار نیست. Burada oyun oynamayacaqsan. Məkkarların yeri deyil. Düz olacaqsan. Rast şo. düz. شمسدین و شمسدین آن جان ما اینک بدان، جز به سوی راه تبریز اسب ما راهوار نیست. Bizim Şəmsəddin, yəni Şəmsüddin Məlikdad Təbrizi bizim canımıza çevrilib. Əslən bizim canımızdır o. Yaxşı. Cöz به سوی راه تبریز اسب ما راهوار نیست. Biz zinləri qoşmuşuq atımıza. Atımızın təhcə bir yolu var. O da Təbrizə sarı getməkdir. Çünki Mevlana Türk müsəlmanların milli məktəbini Təbrizdə görürdü. Hər nə idi deydi oradan çıxmalıdır. Təbriz mirasdarı bütün məktəbləridir. Məktəbi Hərat, məktəbi Xurasan, məktəbi Bəğdad,
məktəbi Buxara. Ona görə bir ayrı bir baxışı var idi. Mast بودم فاش کردم سر خود با یار کان زان هوشیاری مرا خود مذهب آزار نیست گر نهی پرگار بر تن تا بدانی حد ما خود ای برادر لایق پرگار نیست. Əgər sən pərgar qoyasan, istəyəsən bizi ölçəsən, biz pərqara yerləşməyik. Biz ondan yekəyik. Mevlana büzürdür. Hər tərəzi gətirəsən, deyirdi məni ölçəsən, mən o tərəzidən yekəyəm, ona yerləşməyəcəm. Hətta Mevlanaya deyidilər ki, sən şeirin niyə əruzunu rayət eləmirsən? Deydi, ənə əkbəru min əruz. Mən özüm əruzdan yekəyəm. Xakpاشی میکنی تو ey sənəm در راه ما. Topraq səpirsən bizim yolumuzda, خاکپاشی دو عالم پیش ما در کار نیست. صوفیان عشق را خود خانگاهی دیگر است. جان ما اندر آنجا کاسه و ادرار نیست. Biz inşallah cümə günü orada söhbətimiz olacaq. Orada در واقع ki irfanı açacaq. İki cürə bizim irfanımız var. İrfanı türkü və irfanı farsi. İrfanı türkü irfan idi ki nəfsi orada təaliləşdirir. İrfanı farsi irfanı ki orada nəfsi rəzil eləyir və təhqir eləyir. Cüz o şahidi misallardan bir dənəsi burada budur ki Mevlana deyir ki Sufiyan eşq را خود خانقاهی دیگر است. Yəni o xas bir sufiləri ki aşiqanə olurlar, onlardılar. Can ma اندر آنجا کاسه و ادرار نیست. Onların bir tədadları riyazət eləyirlər. İndi baxsanız Murtazanı Hindidə məsələn görürsünüz ki inəyin fuzulatından, idrarından içirlər, çəkirlər, tökürlər başlarına. Yəni ənva və əqsam rəziləti nəfs, yəni təhqiri nəfsidir. Mevlana deyir o deyil. O bizim sahəmizdədir. Can ma اندر آنجا کاسه و ادرار نیست. در تک دوزخ نشستم ترک کردم بخت را زان که ما را اشتهای جنت و ابرار نیست. سال است.